Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Övladım bir ay eyni çizgi filminə baxdıqdan sonra danışığını, bildiyi hər şeyi unutmuşdu. Xəbər verilir ki, bu sözləri aktrisa Ülviyə Əliyeva deyib. O, az yaşlı övladı olan valideynlərə səslənib. Mənim balam sağlam uşaqdır. Bir ay ərzində mütəmadi olaraq eyni çizgi filminə baxdı. Birdən-birə uşaq söndü, bildiyi hər şeyi unutdu. Göz kontakt etmişdi. O dərəcədə. Hətta autizm spektri şübhəsi var idi. Mən öldüm, dirildim. Çox şükür heç nə çıxmadı. Bu valideynlərə siqnaldır. Xahiş edirəm, uşaqlarınızı diqqətlə baxın. Əgər uşaq etdiyini unudubsa, danışdığı sözlər belə yadından çıxıbsa, güvəndiyiniz həkimin yanına gedin. Aktrisa oğlu Aminini buna görə defektolog, logoped yanına apardığını, övladını çizgi filmdən uzaqlaşdırdığını, artıq hər şeyin qaydasında olduğunu söyləyib. Qeyd edək ki, aktrisa Ülviyə Əliyeva 2024-cü ildə ana olub.